Hə. Bax, bu zibil qabını atdım. Nədir bu? Südün qabını. Aha, bax, burada ağlıma nə gəldi? Ağlıma gəldi deyəndə ki, Allah tərəfi gəldi, yaxşı şeylərlə. Boşum, şək eləmə, ağlıma nə gəldi? Sən bu barədə düşünürsən, Allah sənə nə başa saldı? Məsələn, inəyin süd töydün bura qaynatmadan. Deməli, süd yanı deyil. Niyə? Ona görə ki, südü axı niyə görə? Bax, qaynatmamışam da bunu, oradan tökmüşəm bura. Niyə bunu qaynadılar? Ona görə ki, qaymağı yığılır, nəndə o qaymağı yığırlar, sonra yağ düzəldilər falan. Onda o pis vəziyyətə düşür də, o divarlarına yapışır. Stəkanı, düzlü xarestərin ki, məsələn, bu inəyin südün sağ içənləri, priamorus içənləri o qədər görmüşəm. Məsələn, eşitmişəm, ay sonra. Bax, bunu niyə qaynadırıq? Qaymağı yığılandır. Məsələn, əgər qaynadırıqsa, burada qaynadırıq. Qazı, yadda salmaq üçün, nə deməkdir? Qaynadanda, qoy burada bütün tərəflaşır, piyazda düşür, beyin işlətmək üçün iynələnmiş sonra qazana qoyanda, məsələn, o qalxır ha, qaynamamaq üçün görürük də, nə olur ki onda? Ki, mikrobu ölür, 5 dəqiqə qaynadırsan, inisə mikrob ölür də, əgər elə işləyir, 5-10 dəqiqə deyil. O qaynayan kimi söndürürük, başlayır daşmağa. Şu aydındır. Deməli, belə, bunu içmək lazımdır qaynatmadan. Və keçirinə mikrob var. Əşin mikrob ölür bir an orada qaynamamış. Nə olur? Orada yox, bax, qaynatmadan qəşək tərtəmiş olsun ilk, inşallah. Sağ ol, sağ ol. Mələk, daha da adlı oldu, valla. Qaynatmamış içəndə, bax, belə daha teş görməmişdim. Aha, davay. Deyirəm, bəlkə səhv deyirəm, niyə? Qaynatmamış, heç qorxumdan içməmişəm, başa. Amma qaynadanda peşoq tökür, hə? Elə bilir eşinsən. Peşoqsuz, hə? İçə bilməmişəm. İndi amma peşoqsuz gedir. Nuş olsun, getdik. Davay. 1, 2, söndür. Mələk, şeytan ürəyimə gətirir ki, deyim. Mələk, içirsən sən də. Davay, davay, söndür, get paylaşarsan beləcə. Sonsuz şükürlər olsun Allah'ımız. Mələklər, Allah'ın salamı, xeyri, rəhməti və bərəkəti hər birinizin yox, cümləmizin üzərinə olsun, cümləmizin də amin. Sizlərdən də şeytana uyanlar olur, cəhənnəmdə yanacaqlar Quranda var. Hər birinizin deməz. Əmələ, çək deyilsən, çəkmə, demək istəyirəm demə. Prosta bir şey var ki, bu südü açırsan, o qablarda, məsələn, bu qablarda ora. Onları biz elə bir şey eləyəndə, xaldenka qoyanda nə deyirlər? Üstündən artıq saxlamaq olmaz. Üstünə yazıblar. Mən bunu içirəm, bu soyuqdur. Niyə? Çünki dünəndən xaldenka qalıb. O da problem həll oldu. No problem ki, nə? Məsəl üçün, neynəmək olar? Biraz qoyub, hava, ocaq temperaturunu saxlayıb içmək olardı. Ayşə. Davay. Bas.